Günah və səhv arasında nə fərqi var? Günah Və səhv arasında nə fərqi var? səhv adətən ola bilər. Belə deyək, bir səhv edirsən, günah deyil də bilmədən bir addım atırsan. Məsələn, günah o da adam bilə-bilə eləyir. Unutqanlıq yoxdur, bilə-bilə qəsdən gedir günah edir. Deyir, bilirəm, eləyirəm. Oldu günah. Səhvdir ki, adam bilməkdən bir səhv addım atar. Ola bilər o səhv atdığı adam bir günah işdir. Amma bilməyib Allah ona günah yazmaz. Bizim cəmiyyətdə adətən demək olar ki, hacı, müəyyən bir böyük günahları da səhv hesab edirlər, hacı, doğrumu? Yəni, bir səhv idi elədin də. Bəli, ola bilər. Mən demirəm, böyük günah səhv deyil. İşim onda yoxdur, böyük günah da səhv də olar. Cəmatın nəzərini deyirəm də, yəni ki, deyir, səhv idi də. Düz. Doğrumu? Amma halbuki böyük bir günahdır bu. Baxın, günahı böyüdən amillərdən biri günahı kiçiltməkdir. Adam ki, qayda deyir, mənim günahım bu olsun. Neynəmişəm axı? Neynəmişsən? Bu qədər kiçiltmə də günahı. Gör, kimin qabağında neynəmişsən? O böyüdür. Günah o zaman böyük ki, çox kiçildirsən öz gözündə. Amma öz günahı Allahın huzuruna çıxardıb, deyirsən, ilahi, böyük bir dənə üsyan eləmişəm. Allah görsən, elə silir, aparır, aradan itirir.